Məyər biz Peyğəmbərə gün ərzində dəfələrlə salavat göndərmirik? Məyər salavatın mənası Muhammed və Ali Muhammedə Allahdan təzə rəhmət diləmək deyil? Məyər Peyğəmbər salavatullahın özü, Allahım, mənim elmimi və hidayətimi artır, deyə buyurmazdı? Məyər Quranda özü, Allah doğru yolda olanların doğruluğunu artırar. Məryəm surəsi 76-cı ayə. Başqa bir ayədə isə, doğru yolla gedənlərə gəldikdə isə, Allah onların hidayətini artırar və onlara təqva ruhu bağışlayar. Muhammed surəsi 17-ci ayə. Deyə buyurmayıb, deməli salavatın da mənası Allahdan Peyğəmbər və əhl-i beytinə daha yüksək məqam nəsib etməsini diləməkdir. Yuxarıda deyilənlərin daha yaxşı aydın olması üçün iki hədisi diqqətinizə çatdırırıq. İmam Əli əleyhissalam bizi düz yola yönəlt ayəsinin təfsiri barəsində belə buyurmuşdu. İlahi, keçmişdə bizə öz lütfünü göstərib, sənə itaət etdiyimiz kimi, bu lütfünü yenə də bizə göstər ki, gələcəkdə də sənə itaət edək. Biharul Anvar, cild 24, səhifə 9. İmam Sadiq əleyhissalam buyurmuşdu. İlahi, bizi sənin sevginə aparan, cənnətə qovuşduran, öldürücü, nəfsani istəklər və azdırıcı fikirlərin qarşısını alan yolunda sabit qədəm et. Biharul Anvar, cild 89, səhifə 252. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.